bədənimizdə fermentativ aktivliyi birinci növbədə qaldırmalıyıq. Əgər bizim ödümüzün istehsalı bədənimizdə çoxalarsa, eyni zamanda buna paralel olaraq bizim mədaltı vəzimizin də istehsalı çoxalacaq. Bax, məsələn, 1 kiloqram alaqanqal alırıq, üyüdürük. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bundan 1 çay qaşığı atırıq ağzımıza, üstdən 1 stəkan su içirik. Bu bizim mədə bağırsağımızda fermentativ aktivliyi yüksəldir. İkincisi, 500 qram kasını bitkisi alırıq. Bunu da gündə 3 dəfə 1 xörək qaşığı, 1 stəkan suda dəmləyib içirik. Bu da fermentativ aktivliyimizi yüksəldir. Paralel biz qəbizlik əleyhinə olan qarışımlardan da içə bilərik. Deməli, nə edirik? 400 qram alırıq chia toxumu, 400 qram alırıq zəyrək toxumu, 100 qram alırıq Novruz şaxtagülü tozu və 100 qram alırıq Pakistan moringası. Bunların hamısını bir-birinə qarışdırırıq. Qarışıqdan gündə 3 dəfə 1 çay qaşığı ağza atıb, üstə 1 stəkan su içirik. Elə insanlar var ki, bunu içən kimin qəbizlik sönür dəhşətli dərəcədə ishala. Bu hal baş veribsə, siz gündə 3 dəfəni eləyirsiniz, yarım çay qaşığından içirsiniz gündə 3 dəfə. Bəzən bunu da belə içəndə güclü ishal əmələ gəlir. Onda siz 3 dəfə yox, 2 dəfə içirsiniz. Bəzən bundan da problem olur. Onda siz bir dəfəyə salırsınız. Gündə bir dəfə cəmi yarım çay qaşığı atıb ağza, üstdən su içirsiniz. Amma əvvəl dediyim o müalicələrlə paralel. Bu formada eləsəniz və çörəyin də qəbulunu azaltsanız, gündə də 1 saat gəzsəniz və hər gündə 1-2 litrdə çiy su içsəniz, sizin bağırsaqlarınızda heç vaxt problem olmayacaq inşallah.